Məktəbli uşağın 5 silahı çantasına qoyaraq məktəbə gedib, məktəbdə qarşısına çıxan insanları atəş açması, dəhşətli qətliam törətməsi təbii ki, bu Azərbaycana da dərs olmalıdır. Azərbaycan məktəblərində də təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Eyni zamanda şagirdlərə, müəllimlərə fövqəladə hallarla bağlı, təhlükəsiz məsələlərlə bağlı təlimatlar verilməlidir. Bax, bu məsələ Azərbaycan cəmiyyətində, xüsusən təhsil müəssisələrində çox ciddi təhlükəsizlik tədbirlərinin gücləndirilməsini bizə sos siqnalı verir. Eyni zamanda valideynlər uşaqlarının tərbiyəsi ilə bağlı çox ciddi məşğul olmalıdırlar. İndi mən bir maarifçi, yazıcı, bir mütəxəssis kimi nə görürəm? Mən onu görürəm ki, valideynlər uşaqlarının tələbatlarını ödəyirlər, amma uşaqlarının ehtiyaclarını ödəmirlər. Tələbat, ehtiyac tamamilə başqa bir şeydir. Sən uşağını çox yaxşı geyindirə bilərsən, yedirdə bilərsən, amma onun emosional ehtiyacını ödəmərsən, onu telefonun, smartfonun ümidinə buraxarsan ki, uşaq başından rədd olsun, səni rahat buraxsın və sən də bütün günü sosial şəbəkələrdə sörfing edəsən, nə bilim, giz-giz şeylərə baxasan, bax o zaman uşağın ehtiyacları təbii ki, ödənməyəcəkdir. Uşaqların təhsili ilə bağlı. İndi mən vaxt var idi, mənim hekayə terapiya kitabım var. Az qala hər gün video çəkirdim ki, ay aman mənim bu hekayə terapiya kitabımı alın. Amma indi son zamanlar o hekayə terapiya kitabıyla bağlı demək olar ki, videolar çəkmirəm. Nə üçün? Çünki çox Allaha min şükürlər olsun ki, artıq o hekayə terapiya kitabım demək olar ki, Azərbaycanda əksər ailələrdə var. Demək olar müəllimlərin 80% o kitabı aldı. Həkimlər, psixoloqların 80% o kitabı aldı. Artıq şagirdlərdə, müəllimlərin əksəriyyətində o kitab var və hər gün də sürətlə satılır. Bunu mən vaxtında həyəcan təbliği aldım ki, o kitabı alın, çünki bu uşaqların, valideynlərin maariflənməsi üçün çox vacibdir. Onların emosional ehtiyaclarının ödənməsi üçün çox vacibdir. Ona görə də uşaqlarından çox ciddi onların ehtiyacının ödənməsi ilə bağlı çox ciddi valideynlər, məktəb, hətta bağçalar çox ciddi məşğul olmalıdırlar. Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Uşaqlarda fövqəladə hallarda adekvat davranış qaydaları öyrədilməlidir. Bax, bu çox ciddi Türkiyədə baş verən bu hadisə Azərbaycana da dərs olmalıdır.